Salam uşaqlar. Bugün sizə martın 30-u olan sınavın info suallarının izahını çəkəcəm. Deməli, bu bizim sınavımız. Sınavın üstündən özüm gedim. Okay. Deməli, uşaqlar, izahı açıq suallardan başlayayım. Ola bilər ki, kimlərsə var aranızda ki, sadəcə açıq sualların izahına baxıb yekunlaşdırmaq istəyir videonu. Elə buradan başlasam yaxşı olar. 21-ci sual. A4, YB8 diapazonunda neçə xana var? A4, YB8. A4, YB8. Çətin sual olub. A4, YB8. Okay. Deməli, uşaqlar bilirsiniz ki, bir diapazonda xana sayını tapmaq üçün elə belə mənasız bir məlumat kimi yazım bura ki, xana sayını tapmaq üçün sütun sayı, sətir sayı tapılır və biri birinə vurmaq lazımdır. Neysə, belə. İndi mən burada tapmalıyam sütunun sayını siz üçün. A-dan İlahi, mən A-dan bura kimi sütundan necə sayacağım? Y-B-yə kimi. Bir də 4-dən 8-ə kimi sətirləri sayacağım. 4-dən 8-ə kimi sətirləri aradan çıxardaq. 4, 5, 6, 7, 8, 5 dənə sətir. Yəni 8 çıx 4 üstə gəl 1 və s. Necəsə saymaq mənim üçün ən yaxşısıdır, rahatdır. İndi burada sütun saymalıyam. Nətər sayacağım ki sütunu? A-dan Y-B-yə. Deməli, əvvəlcə İngilis əlifbası olduğunu bilirik də Excel sütunlarının. A-dan başlayıram Z-ə kimi saymağa. A-dan Z-ə kimi 26 dənə saydım o şey. A-dan Z-ə kimi 26 dənə. Z-dən sonra bilirsiniz ki, AA sütunu gəlir. 26 dənə də bu. AZ-ə kimi AA, AB, AC, AD, AY və s. 26 dənə də bu. Sonra BA sütunu gəlir. BZ-ə kimi davam eləyir. CA sütunu gəlir. CZ-ə kimi davam eləyir. DA sütunu gəlir. DZ-ə kimi davam eləyir. YA gəlir. YB. Daha bir də YZ-ə kimi getmirəm, çünki YB-də dayanmalıyam. 26 dənə sütun burada saymışam. 26 dənə belə, 26 dənə belə, 26, 26, 5 dənə. Belədir 130, 2 dənə də bu 132. 5 dənə də sətir. Deməli, 132 sütun, çünki bilirsiniz də A-dan Z-ə kimi 26 hərf, AA-dan AZ-ə kimi 26 hərf bu qayda ilə 130 dənə bu 26-lıqlar eləyir. Bir də sonra YA, YB, yəni bu bitdi də artıq 132 dənə, 5 dənə də sətrin var idi. Bir-birinə vuranda eləyir 160. Və biraz öz cavabıma güvənmədiyimə görə bir Excel açım. Exceldə xanaların sayını tapmaq. Exceldə xananın sayını tapmaq üçün xüsusi bir funksiya bilmirəm, ağlımda yoxdur. Ona görə də product eləyirəm, kolum sayını A4-dən YB8-ə idi deyəsən, YB8-ə. Bunu rows eləyirəm, A4-dən YB8-ə, YB8, yəni kolum sütun sayı tapan funksiya, rows isə sətir sayı tapan funksiyadır. Bunları bir-birinə vursam kifayətdir də məncə. A4, YB8, A4, YB8. Burada nəyi səhv yazmışam ki, bunlar qara rəng götürüb ki, Excel bunları. Nəysə, nəyi səhv yazmışam? Vergül yox, nöqtəli vergül. Enterliyim. 660. Biz də zaten belə tapmışdıq. Sütunun sayını tap, sətrin sayını tap, bir-birinə vur. Belə. Bu oldu bizim 21-ci sualımız. 660 tapdıq cavabını. 22-ci sual. Kompüter arxitekturasının hesablama və məntiq imkanlarına aid olanı seçin. Kompüter arxitekturası. 3 hissə. Aparat, proqram, hesab, məntiq. Bu proqrama oxşuyur. Əməliyyat sistemi proqram təminatı tərəfdədir. Proqram imkanları bölməsindədir. Əmrlər sistemi qalsın. Bu əməliyyat sistemi üstündən dəqiq xətt çəkim. Bu proqram tərəfdə olmalıdır. Yaddaşın təşkilinin üstündən xətt çəkim. Çünki çox rahat bilinir ki, bu aparat tərəfdədir. İdarə etmə prinsipi aparat tərəfdə olar deyə düşünüb üstündən xətt çəkirəm. İdarə etmə prinsipi.
Elə bu da kompüterin məntiqi strukturu da aparat tərəfdə olar deyib üstündən xətt çəkirəm. İnşallah ki, sualımızın cavabı 2, 4 və 6-dır. Amma daha dəqiq görüm sizə göstərə bilərəm. Göstərə bilsəm daha yaxşı olar. Arxitekturası bircə dəqiqə. 2, 4, 6 sualın cavabını belə tapmışam. Demin kitabında əslində bunun üçün çox qəşəng bir şəkil var. Burada tapa bilsəm lap qəşəng, tapa bilməsəm də WhatsApp qruplarına göndərərəm. Arxitekturanın şəkili. Demin kitabında olan şəkil çıxsa qabağımıza çox qəşəng olar. Kompüter arxitektur. Aha, budur deyəsən. Yoxsa bu deyil. Vallahi bu internet niyə belədir? Aha, bu olmalıdır de. Aha, demin kitabındakı şəkil. Ha, burada da var səliqəlisi. Mən nə gözləyirəm ki, niyə belədir? Buraya qısa bir izah istəyirdim, elə bir 20 dəqiqə bunu gözlədim. Açmırsan, aç, al, yaxınlaşdıracam onda. Bu nədir? Kompüter arxitekturası. Hesab məntiq, aparat, proqram. Hesab məntiqdə nə var? Əmrlər sistemi, verilənlərin formatlaşması, bir də işləmə sürəti. İnşallah elə yazılıb, oxuya bilmirəm heç. Proqram tərəfdə əməliyyat sistemi, proqramlaşdırma dilləri, yəni bizim instrumental bölməmiz, bir də tətbiqi, bu heç proqram təminatı bölməsini bilmək çox rahatdır. Aparatda struktur var, yaddaş var, giriş-çıxış var, bir də idarə etmə prinsipləri var. Əməlcə düz tapmışıq cavabı. Sualımızın cavabı, bircə dəqiqə, sualımızın cavabı əmrlər sistemi, sonra verilənlərin formaları və işləmə sürəti. Okay. Bu da oldu 22-ci sualımız. 23-ə gəldik. Deyir ki, 23-də Beta şirkətinin, yəni kodu 239 olan şirkətin xərcini tapın. Xərcini tapaq. Bu öz anbarına Beta şirkəti nə alıb? Kitabla jurnal 16 dənə kitab, 12 dənə jurnal. Kitabla jurnal, yəni kodu 1828-dir. 1828, 16 dənə vur 16. Jurnaldan nə qədər alıb? Jurnaldan 12 dənə, vur 12. 12-ni 16-ya vuracam, 160, bu da 192. Bunu da 12-yə vuracam, 1 yarımı 12-yə vursam 18, qalır 0,25, 4də 1, 3, 21. Yəni bu şirkət 192 manat 18-ə, yəni 18 nədir? Kitaba pul xərcləyib, 21 manat da 28-ə. 28 nədir? Yəni jurnala pul xərcləyib. Totalda 213 manat pul xərcləyib. Sualımızın cavabı 213-dür. 24-cü sual deyir ki, objekt tipli sahələri sıralamaq mümkün deyil. Düz deyir. Sıralamaq mümkün deyil. Hətta indeksləşdirmək də mümkün deyil. İndeksləşdirmək də mümkün deyil. Mümkün, üzr istəyirəm. Mümkün deyil. Sonra bir və ya bir neçə açar atributdur, bu bilirsiniz, üzr istəyirəm, bir və ya bir neçə atribut açardır, bu bilirsiniz ki, açarın ən önəmli tərifidir. Mən hər dərs bunu bəlkə bir 2 dəfə deyirəm. Cədvəllər arası əlaqə yaratmaq xarici açar, yəni foreign key'nin işidir. Bəli, bu da düz fikirdir. Konstruktor rejiminin birinci sütunu şeydir də, field name, sahənin tipini, yox, səhv deyir, sahənin adını deməli idi. Bu 4 səhvdir, 4-ün üstündən xətt çəkin. Nisbətin qüvvəti sütunun sayıdır. Burada deyir ki, sahənin sayı, okeydir, fərq eləməz, sütun, sahə, domen. Hər bir sahəni unikal eləyən şey, onun tipidir deyir, yox, hər bir sahəni, yəni sütunu unikal eləyən şey, onun başındakı yazı var, ad, soyad, o, yəni adıdır da belə deyim, bu səhv fikirdir ümumiyyətlə. 4-cü və 6-cı fikirlər səhv fikirlərdir, 4 və 6. 25-ci sual. Giriş, çıxış, bir də xarici yaddaş, printer, plotter və proyektor. Bunlar P hərfi ilə başlayır. Printer, plotter, proyektor. Çıxış qurğusudur. Çıxış.
Cmos bu yaddaş sxemidir ümumiyyətlə, yaddaş sxemi. Bir konfigurasiya fayllarını, nə bilim, zaman, tarixlə bağlı şeyləri yadda, parolu yadda saxlayır. Streamer xarici yaddaş qurğusudur. Özdə həcmi böyükdür, Sürəti isə kiçikdir, sürəti kiçikdir. Monitor çıxış qurğusudur. Monitor, təbii ki, proyektor çıxış qurğusudur, monitor da çıxış qurğusudur. Monitor çıxış qurğusudur. Bir də digitizer, yəni Azərbaycanca adını bura qeyd eləsəm, qrafiki planşet. Qrafiki planşet, digitizer deyən kimi hamımızın ağlına LPI ifadəsi gəlməlidir. LPI hər halda bilirsiniz şeydir. Digitizerin seyrəklik qabiliyyəti üçün bir vahiddir. Lines per inch deməkdir və giriş qurğusudur. Giriş qurğusu. Şimdi, bu oldu bizim açıq suallarımız. Gələk testin əvvəlinə. Şəkildəki lent qrupu deyir, hansı taba aiddir? Lent qrupu, link lent qrupudur. Amma məndən soruşur ki, hansı taba aiddir? Insert tabına. Link lent qrupu Word-də də, Excel-də də, PowerPoint-də də, insert tabındadır. Əgər Word-dən danışıramsa, link lent qrupunu belə xatırlamalıyam. Bookmark, link, cross reference. Excel-dən danışıramsa, link lent qrupunda tək əmr elə linkin özüdür. PowerPoint-də isə zoom, link və action əmrləri var. Bu arada proqramların üçündə də linkin klaviatura düyməsi Ctrl-K-dır. Ctrl-Q hərfi, Ctrl-K. Gizlədilmiş mətn fraqmenti, mətni fontdan gizlədirlər. Deyir, çapda görünməsi üçün. Demək, uşaqlar, bir mətni gizlədəndə, baxın, məsələn, ikinci sualın mətnini fontdan seçib gizlədirəm. Font, hidden. Fontun dialog pəncərəsi və buradan küncdəki düymə ilə açdım və hidden elədim, onu gizlətdim. Və bunu çap eləyəndə görürəm ki, bircə dəqiqə məndə görünür. Niyə məndə görünür? Çünki məndə niyə görünür? Çünki məndə optionsdan, displaydən, printerin parametrlərindən, baxın, gizlədilmiş mətin görünsün deyə bir əmr var. Nəysə, mətni gizlədəndə siz müşahidə eləyə bilərsiniz ki, mətn görsənmir, çap eləyəcəm, amma görsənməyəcək. Gizlətmişəm axı, zaten gizlətməyin şeyi də budur da, təyinatı da budur. Bəs necə eləyim ki, görünsün? Deyib, bayaqki kimi, fayla girin, fayla, optionsa keçin. Burada display bölməsindən gizlədilmiş mətin çapdan çıxsının qabağına quş qoyun. Sualın da cavabı ilə çıxdı ortaya. Artıq mən indi bunu çap eləyəndə, baxın, gizlətmişəm, amma ikinci sual gizlidir, amma çap zamanı görünəcək. Yəni, buradan belə çıxır ki, uşaqlar, gizlədilmiş mətni çapda görmək istəyirsinizsə, file bölməsində options var, optionsa keçməlisiniz, orada displaydən bunu düzəldə bilərsiniz. Yeni yaradılmış Excel faylı deyir. Excel faylı deyirsə, book 1. Amma yeni yaradılmış Excel faylındakı vərəq desəydi, onda cavabımız sheet 1 olacaqdı. Access proqrama verilənlər bazasının hansı strukturuna, hansı modelinə uyğundur? Bildiyimiz kimi, ümumiyyətlə, bizim 4 dənə modelimiz var. Hiyerarxik model, şəbəkə modeli, relyasiya modeli və obyekt yönlü model deyən kimi şəbəkə, üstəgəl, relyasiya sözlərini bura yazıram. Relyasiya modelinin hər kəs bilir ki, əsas elementi cədvəldir. Access proqramında da hər şey cədvəldə olduğuna görə, cədvəl yəni nisbət. Ona görə də Access proqramı relyasiya modelinə uyğundur. Belə, yəni sualımızın cavabı C bəndidir. Bu arada cədvəl demişkən, bilirsiniz ki, uşaqlar, Access-də cədvəl çox önəmli termindir. Nisbət və ya fayl da deyirlər, nisbət və ya fayl. Və cədvəl haqqında hər kəsin bilməli olduğu 3 fikir var. Bazada Max 2048 cədvəl yaratmaq olar. Bu birinci fikir. İkinci fikir. Bir cədvəl Max 2 GB həcmində ola bilər. O biri fikir nə idi? Cədvəlin adı Max 64 simvol olur. Amma nöqtə nida, kvadrat mötərizələr, düz dırnaq işarəsi qadağandır. Aeroflip. Aeroflip aktiv pəncərələr arasında keçid eləməkdir. Alt tab düymələrini sıxmaqla belə siz aktiv pəncərələri üfüqi şəkildə ekrana gətirib, hər dəfə tabı basa-basa onların arasında keçid eləyə bilərsiniz. Aeroflip. Alt tab düyməsi olmasa, nə vaxtsa məcbur qalsam, aeroflipi Win tab düyməsi kimi də götürə bilərəm. Win tab. Aşağıdakılardan hansı qrafiki ya da variantların da üstündən keçim. Win sağa ox, aerosnapdir.
pəncərəni ekranın sağ yarısı boyda elə deməkdir. WinSpace klaviatura dili dəyişməkdir. Win-də aeropeak-dir. Bütün aktiv pəncərələri tapşırıqlar panelinə salmaq. Win-T nə idi ilahi? Win-T hər halda sizə lazım deyil. Mən bilmirəmsə sizə lazım deyil, amma yoxlaya bilərəm. Win-T hər halda taskbara keç deyə bir şey olacaq. Yəni, çünki o mən xatırlayıram, elə bir şey var idi. Win-T. Fikir verirsiniz, bax, dayanmışam. Yəni, nəsə hiss eləmək olmur əslində. Win-T deyən kimi tapşırıqlar panelinin birinci elementi aktivləşir. Amma bu düyməyə ehtiyac yoxdur, bilmə sözdə olar. Qrafiki faylı seçin. Bir faylın tipini tənzimləmək üçün, tipini seçmək üçün onun adının genişlənmə tərəfinə baxırlar. LNK shortcut deməkdir. Exe və ya com icra olunan fayl deməkdir. PSD Photoshopdur. Photoshop dokumenti mənasını verir. DocX Word-dür. Jar, RAR, TAR. Bunlar isə arxiv sayılır. Sualımızın cavabı C bəndi. Photoshop'a görə qrafiki fayl Photoshop PS-dir. Aşağıdakılardan hansı dövlət? Com kommersiya domeni, edu təhsil domeni, gov dövlət hökumət təyinatlı domen, org qeyri-kommersiya, mil hərbi domeni sayılır. 8-ci sual, klaster nədir? Klaster nədir? Klaster nədir? Ümumiyyətlə, bir disk çoxlu sayda balaca parçalara bölünür. Baxın, burada balaca nə qədər parçalar var, nə qədər balaca. Bu parçalara sektor deyirlər. Sektor, balaca olan, bütün balaca parçaların adı hamısı sektordur. Bu arada yeri gəlmişkən qeyd edim ki, sektorlar standart olaraq sektorlar 512 bayt olur. Və burada bir yaşıl ərazi var. Yaşıl ərazinin adı klasterdir. Klaster nədir? Bir dənə faylın bütöv şəkildə yerləşməsi üçün lazım olan sektorlar qrupu. Bir dənə faylın belə bütöv şəkildə yerləşməsi üçün lazım olan sektorlar qrupu klasterdir. Faylı yaddaşda saxlamaq üçün istifadə olunmuş bir və ya bir neçə sektor. Okey, bu olar. Bunu saxlayın. Faylı yaddaşa yazmaq üçün kompüterdə, yox, bu dəqiq deyil, boş qaydadır. Maqnit disk üzərində konsentrik çevrə, yox, bir çevrə boyunca olan şeyin adı cığırdır. Mən onu göstərim sizə. Məsələn, bu şəkildə bu qırmızı var, bu qırmızı. Bu qırmızı termin adı cığırdır. Qaydaq testimizə. Yəni, bu C bəndi deyil, dəqiq getdi. Faylları yaddaşda saxlamaq üçün istifadə olunmuş bir və ya bir neçə cığır qrupu ifadəsi zaten səhvdir. Cığır qrupu ifadəsi nə deməkdir? Diskin informasiya ən kiçik hissə, bu sektorun tərifidir. Ən kiçik hissə, ən kiçik element sektorun tərifidir. Onu da sileyim. Elə cavabım A bəndi qaldı. Gedirəm bu yana. Burada nə var? Deyir, instrumental. Bildiyiniz kimi proqramlar sistem, tətbiqi və instrumental olmaqla 3 qrupa bölünür. Sistem proqramları fayllara, əməliyyat sisteminə, qovluğa, diskə xidmət eləmək üçün. Tətbiqi proqramlar direkt istifadəçiyə, Zoom-dur, Word-dur, bu da qaçmışam, Google Chrome, Excel, nə bilim, bunlar tətbiqi proqram sayılır. Amma instrumental proqram isə ki, əsasını proqramlaşdırma dilləri təşkil edir. Instrumental proqramlar yeni proqram yaratmaq üçün, yeni proqram vasitələri, proqram əlavələri, hansısa bir proqram mövcuddur, amma içinə təzə funksiya lazımdır. Bu, yaratmaq anlayışı instrumentala məxsusdur ümumiyyətlə. Ona görə də sualımızın cavabı proqramları yaratmaq cavabı daha uyğundur. 10-cu sualda deyir ki, VBIS deyil deyir. VBIS deyil, yəni Access kimi proqram deyil mənasını verir də, belə pis izah eləsək. Access kimi deyil. Oracle, MySQL, MS SQL, SQL Server, Fox Pro, ClipWeb, Paradox, Ingress, Informix, indi çox hatırlamıram əslində, amma bunlar hamısı VBIS-dir. Bəs nə zaman bir sualın cavabı sadəcə SQL olar, tək SQL? Nə zaman ki, məndən soruşsa ki, nə vaxt ki, məndən soruşsa ki, sorğu dilini seçin, onda SQL cavabını götürərəm. Bu arada burada sorğu dilini termininə görə SQL
instrumental sayılmağı daha uyğundur. VBIS deyil. Çünki VBIS-lər tətbiqidir. Access, Paradox Ingress, Informix, Fox Pro Oracle, Arbase və s. 11-ci sual, blokların təyinatını deyə bilərəm sizə. Y bəndi izahat və ya şərh bloku, D bəndi səhifələr arası birləşdirici, C bəndi birləşdirici blok, B bəndi maqnit disk bloku, A bəndi isə alt proqram və ya alt alqoritm blokudur. 12-ci, 13-cü sualın üstündən keçim, sonra qaydaram o suala. 14-cü sual, alqoritmin xassəsi. Alqoritmin 4 dənə xassəsi var. Determinlik, ki buna müəyyənlik xassəsi də deyilir. Nəticəlilik, ki buna sonluluq xassəsi də deyilir. Diskretlik və kütləvilik. Elə belə üstündən keçim. Alqoritmin hər bir addımı dəqiq, bir mənalı, bir qiymətli olmalıdır determinlik xassəsinə görə. Alqoritm sonlu sayda addımdan ibarət olmalıdır. Alqoritm sonlu sayda addımdan və sonda bir nəticəsi olmalıdır. Sonsuz davam etdirilən bir alqoritmimiz yoxdur bizim. Diskretlik xassəsinə görə alqoritm ayrı-ayrı addımlardan təşkil olunmalıdır. Mərhələnin biri bitməlidir və o birisi başlamalıdır. Kütləvilik xassəsinə görə alqoritm bir dənə məsələ üçün tərtib olunmamalıdır. Eyni tipdən olan bütün məsələlər üçün işləməlidir. Bir də alqoritm elə tərtib olunmalıdır ki, o hər kəs tərəfindən başa düşülsün. 15-ci sual, slaydda simvollar arası məsafəni təyin etmək üçün. Deməli, baxın, drawing sözünü, font. Əvvəlcə bu simvollar sözünü bir vurğulama rəngi ilə rəngləyim. Biləsiniz ki, simvoldursa fonta gedəcəm. Drawing, fontun dialoq pəncərəsi, advanced pəncərə əlavəsi, font yox, advanced pəncərə əlavəsi və spacing bölməsindən simvollar arası məsafəni dəyişmək mümkündür. PowerPoint deyirmiş sualda, indi gördüm. PowerPoint-də də bu proses belədir, amma daha sadədir. Siz simvollar arası məsafəni dəyişmək üçün fontda elə üzdə elə bir əmr var. Bu əmrin köməyi ilə simvollar arası, baxın, özünüz hiss eləyəcəksiniz. Simvollar yaxınlaşır, aralaşır, belə çox yaxın, çox uzaq, normal. Simvollar arası məsafə. Aksesuarlar qovluğu. Aksesuarlar qovluğunu mən siz üçün sadalaya bilərəm. Notepad, WordPad, Paint. Bu üçlü. Notepad, WordPad, Paint bu üçlü. İlahi, heç ağlıma gəlir ki, Character Map, Mass Input Pane, Quick Assist, Remote Desktop, Fax and Scan, Media Player. Həmsi da çox ağlıma gəlmir. Yəni bunlar aksesuarlar qovluğunun içindədir. İndi bu sualın cavabı Mass Input Pane, Notepad, Quick Assist, Character Command Prompt. Command Prompt orada deyil əlbəttə. Command Prompt hardadır? Command Prompt şeydə Start menyuda Start menü. Aksesuarlar yox, aksesuarlara girməyəcəm. Windows System-dir, Windows System. Command Prompt burada. Run da buradaymış. Windows System, Run, Win-R. File Explorer da buradaymış. Win-E, File Explorer. Yaxşı, gəldik URL, yəni link deyir ki, düzgün link deyil. Düzgün link deyil. Sualın cavabı C bəndidir. Çünki nəzəriyyə deyir ki, URL, ünvan iki hissədən ibarət olur. Hissələr bir-birindən qoşa nöqtə ilə ayrılır. Qoşa nöqtənin sol tərəfi protokolu, qoşa nöqtənin sağ tərəfi isə internet resursunun ünvanını göstərməlidir. Amma burada bir dənə də qoşa nöqtə. Bu bir dənə, bu elə şey olmaz. Necə ki, elektron poçt ünvanında ət işarəsi bir dənə olursa, URL-də də qoşa nöqtə bir dənə olmalıdır. Ayrıcı kimi istifadə olunur. Protokolla resursun ünvanını ayırmaq üçün. 18-ci sual. 18. İcra C1 və if funksiyası. If görən kimi bu artıq bir vərdişdir ki, funksiyanı 3 yerə bölürəm. Və bilirəm ki, funksiyanın İlahi. Bildik. Bilirəm ki, funksiyanın birinci tərəfi şərti ifadə edir. Əvvəlcə tapmalıyam ki, şərt true-dur yoxsa false. A1, yəni 5. B2-dən, yəni 4-dən deyir, kiçikdir. Təbii ki, false-dur.
Və bilirik ki, if funksiyası belə işləyir. Əgər bu false-dursa, onda birbaşa biz keçirik ikinci misala. Birinci misalla işimiz olmur. Çünki birinci misal true'nun misalıdır. Keçdim false-a. Deyir len B1, yəni get B1-dəki simvolları say. Len B1 I, N, F, O. Yəni 4 dənə. Lenin işi odur. Xananın içinə gəlib simvolları saymaq. 4 dənə simvol var. Bu arada info sözünün qabağında bir boşluğun olmağı sizi çaşdırmasın ki, orada space var, gəlin onu da sayaq. 5 dənə olsun. Əslində space olsaydı sayardı, len funksiyası sayacaq təbii ki, amma çox böyük ehtimal ki, burada infonun qabağına space qoymayıblar. Onu sadəcə mərkəzdən düzləndiriblər ki, siz belə göz yoxlama oyunu ilə qəbulda qarşılaşmazsınız. Sualın cavabı 5 yox, 4. Amma məsələn, kimsə qabaqda space olduğunu düşünüb 5 yazıbsa, o uşağa, ay bu nədir yazmısan, niyə 5 yazmısan ki, səhv yazmısan demək olmaz. Sadəcə sualı biz tərtib eləmişik deyə mən bilirəm ki, burada info sözü mərkəzdən düzləndirilib deyə solunda və sağ tərəfində boşluqlar var. Abzas seçmək. Abzas seçmək üçün bir neçə variant var, amma ən asan variant budur. Sol boş sahədə 2 dəfə klikləmək. Bir də belə bir variant var. Mətnin daxilində 3 dəfə klikləmək. Abzas seçmək üçün bir neçə variant olsa da, bunlar əsas ən çox istifadə olunan bilinən variantlardır. Deməli, sol boş sahədə 2 dəfə klikləmək və ya mətnin daxilində 3 dəfə klikləmək. Bu arada klikləmək deyəndə hər halda bilirsiniz ki, mausun sol düyməsindən danışıram. Abzasa aid olan hissədə 3 dəfə klikləmək. Zaten sağ düymə olan variantlar silinməlidir, çünki sağ düymə kontekst menü düyməsidir. Çox belə əlavə qeyri-adi funksiyası yoxdur. 20-ci suala gəldim. Alqoritm, sonra printerdən. Okay. Deməli, sualda başlanğıc blok, verilənlərin daxil edilməsi bloku, hesablama bloku, şərt bloku, verilənləri xaric etmə bloku, bu nədir? Hesablama bloku, çap bloku və son bloku var. Çap bloku printerdən hansı qiymət çap olunacaq? Yəni, mənə lazımdır B. Nə edirəm? Buradan bir qələm götürürəm. A ilə B verilib. A 20-dir, B isə 20-dən 13-ü çıxanda nə eləyirsə odur. Yəni 7-dir, B-nin qiyməti 7-dir. 20 kiçikdir ondan. Yox. Bu bilirsiniz də romb sual vermək üçündür. Sadəcə sual verirəm ki, 20 kiçikdir ondan. Yox. Gedirəm yoxun dalıca. Bir dənə heç bir əməliyyat eləməyən bir blokun içindən keçirəm. Və burada düzbucağı mən deyir ki, A-nı böl 2-yə. A-nı bölürəm 2, eləyir 10. A 20 idi. B-nin də üstünə deyir 2 gəl. Gəlirəm eləyir 9. Oxun dalıca düşürəm. Alqoritmin ən önəmli şeyi oxun dalıca axıra kimi getməkdir. İndi təzədən sual verir. Deyir 10, A-nı 10 tapmışam axı. 10 kiçikdir ondan. Yenə deyirəm yox. Və gəlirəm deyir A-nı böl 2-yə. Bölürəm eləyir 5. B-nin üstünə 2 gəl. Gəlirəm eləyir 11. Bir də oxun dalıca gedirəm. 5 kiçikdir ondan. Hə. Hər tərəfdə mənə deyir ki, B-ni çap elə. B-nin də qiyməti 11-dir. Aşağı düşürəm. Deyir ki, alqoritm bitdi. B-nin qiyməti nədir? 11. Ümumiyyətlə, bu alqoritmdə əsas qayda axıra kimi oxun dalıca getməkdir. Yəni, sona gəlib çatana kimi siz haradasa dayanıb deyənməsiniz ki, apsiyo, A-nı tapdım, 10-dur. Yox, ox çıxırsa oradan oxun dalıca çıxıb getməlisin. Bu arada qeyd edim ki, bu alqoritm dövrü alqoritmdir. Lap daha dəqiq desəm, ön şərtli dövrü alqoritmdir və sadə dövrdür. Gəldik, çatdıq. Aha, bunlara baxmışdıq zaten. Qaydaq yuxarıda bir iki dənə sualımız qalmışdı, onları həll eləyək. 12-ci sual. Məsələnin belə bir qaydası var, yalancı qayda, amma uşaqlar çox işlədir. Bir şeyin həcmi, yəni 120 kilobayt. Bu arada bilirsiniz ki, mən heç vaxt kilobaytla məsələ həll eləmirəm. 120 kilobayt deyirəm demək nə, amma yazanda bitlə yazıram. 120-ni 213-ə vuram, kilobayt, amma bitlə yazıram, çünki mən elə daha rahatdır. Deməli, uşaqların birindəki qayda budur. Bir şeyin həcmi bərabərdir, hər şeyi bir-birinə vur. Səhifənin sayına, sətrin sayına, sətirdəki simvolun sayına və əlifbaya görə Unicode deyib baxır. Unicode. ASC, II desəydi 8 bitə vurardım, amma Unicode deyən məsələlərdə 16 bitə vurur. Uşaqlar, qaldı sadəcə ixtisar. Bu 8 üstü 3, 8 üstü 6 və 8 üstü 4. 8 üstü 13 bitlə, buradakı 200, üzr istəyirəm, 8 üstü nədir? 2 üstü. 2 üstü 3, 2 üstü 6, 2 üstü 4, 2 üstü 13 bitlə, bu 2 üstü 13 bit ixtisar gedir. Yerdə elə qalır ki, x 120 imiş də elə. Yəni, sualımızın cavabı D bəndi. İnşallah ki, nəysə səhv eləmədim. Burada da deyir, x-i tapın. Bu
16-lıq say sistemindəki C fiquru bilirsiniz də, 10-luq say sistemi ilə baxanda onun 12-ni ifadə edir, 12-ni. 16-lıq say sistemindəki C, 10-luq say sistemi ilə baxanda 12-ni ifadə edir. A 10-u, B 11-i, C 12-ni, belə də. Bu zaten 2 elə 10-luq say sistemində verilib. Vur 2. Vur 2. Yəni mən bu məsələni hesablasam 24 eləyir. Amma qeyd edeyim ki, söhbət gedir 10-luq say sistemindən. 10-luq. Yəni mən bu məsələni hesabladım. 10-luq say sistemində 24 tapdım. Amma sualda mənə deyir ki, bunu zəhmət olmasa deyir, nəticəni ikilikdə qeyd edin. Bu 24-ü 2-yə bölə-bölə getmək lazımdır. Mən digitizeri qoşmamışam deyə belə böləcəm. 24-ü 2-yə bölürəm, qalıq 0, cavab 12, bir dəfədə. Qalıq 0, 0, cavab 6, bir dəfədə. Qalıq 0, cavab 3, bir dəfədə. Qalıq 1, cavab 1. Ədədi başqa bir say sisteminə keçəndə bilirsiniz də, bölə-bölə gedirik, amma qabağına qalıqları yazmaq vacibdir. Axırıncı cavabdan başlayıram qalıqları yan-yana düzməyə. Ən axırıncı cavabımız 1 idi. Başlayıram qalıqları yan-yana düzməyə. 1, 0, 0, 0. Belə. Yəni cavabdan başladım, qalıqları yan-yana düzdüm. Sualımızın cavabı C bəndidir. Niyə C bəndidir? C bəndi hər halda düşünürəm ki, bütün variantlar 6 rəqəmli olsun deyə C bəndinin qabağına 1, 0 yazılıb ki, biraz səliqəli görsənsin test. Yəni ədədin qabağına bilirsiniz də 0 əlavə eləmək çox şeyə təsir eləmir. Sualımızın cavabı C bəndi. Bu da oldu uşaqlar sınağın izahı. Hələlik dərsdə görüşərik.